Hərbi xidmətə yararsız olanlar hansı işlərdə çalışa bilməzlər? Bu sual illərdir bəzi səbəblərdən hərbi xidmətdə ola bilməyənləri narahat edir. Məsələni araşdırmağa çalışdıq. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, qanunvericilik bəzi hüquq mühafizə orqanlarında hərbi xidmət keçməməyə görə işə qəbulu qadağan edir. Məsələn, polis haqqında qanunda bildirilir ki, polisdə xidmətə hərbi xidmət keçmiş və ya polis təhsil müəssisələrini bitirmiş vətəndaşlar qəbul olunurlar. Yəni, bəzi hüquq mühafizə orqanları istisna olmaqla heç bir qurumda, şirkətdə hərbi biletin olmadığına görə işə qəbulu qadağan edən müddəa yoxdur. Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi xidməti ilə də əlaqə saxladıq. Bildirildi ki, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi bağlanılarkən işçi şəxsiyyət vəsiqəsini qanunvericilikdə nəzərdə tutulan hallarda isə əmək kitabçasını və sağlamlıq haqqında tibbi araç təqdim etməlidir. İşə götürənlər vəzifənin xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədləri tələb edə bilməzlər. Amma işin xarakterinə görə qanunvericiliklə müəyyən edilmiş əlavə sənədlər tələb oluna bilər deyə qurumdan bildirilib.